Səhər saatı. Sabahınız xeyir dəyərli dostlar, dəyərli dinləyicilər və izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Səhər saatı proqramını dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla. Azərbaycan Beynəlxalq Jiu-Jitsu Federasiyasının rəhbəri və dəyərli dostum Aqil Acalov bugün qonağımızdır. Necəsiniz Aqil? Kısa bir düzəltmə verin. Beynəlxalq bu Beynəlxalq İdman Braziliya Jiu-Jitsu Assosiasiyasının Azərbaycanda nümayəndəliyi, Azərbaycan Braziliya Jiu-Jitsu İctimai Birliyinin belə deyək də prezidenti. Dedim çaşdı, bəlkə də olacaqsınız artıq. İnşallah namizədlik var. Elə bir təcrübəm bilirsən ki var, amma hal-hazırda təklif yoxdur, yoxsa var? Təkliflər var təbii ki, təkliflər var. Sadəcə olaraq hal-hazırda beynəlxalq bir quruma rəhbəri eləməyi düşünmürəm. Niyə? Çünki bundan öncə bir neçə il rəhbəri elədim. Aslında biraz işlərimlə bağlı çatdırmaq olmur. Həm də beynəlxalq federasiya rəhbəri eləmək, yəni öz təcrübəmdən belə deyək, qaynaqlanaraq deyirəm ki, çox çətin və çox məsuliyyətli. Amma çox yaxşı görürsünüz o şey. İndi hələ ki belə deyək, istirahət edirəm. Amma istirahət bəsdə artıq neçə il? Gələcəkdə bəlkə də. Yəni indidən də bir mesaj göndərdi deyə. Təkliflər var. Yəni bir sıra beynəlxalq təşkilatlardan təkliflər var. Deyə bilərik hansılardır? Açıqlama olur. Hələ açıqlamaq istəmirəm. Düzdür, gec-tez onsuz da çıxacaq mediada. Bu əməkdaşlığımız baş tutacaq, amma hal-hazırda yəni fiziki baxımdan özüm ona hiss eləmirəm. Çünki Maneə bir dənə fiziki baxımdır. Daha doğrusu deyək ki, o çox böyük bir məsuliyyət tələb edir. Çünki burada sən şəxsivi təmsil eləmirsən, eyni zamanda sən dövləti və milləti təmsil edirsən. Ona görə çox məsuliyyətli bir prosesdir. Özüm bu yolu keçmişəm neçə il və bunun yükü, mənəvi yükü, mən fiziki yük, özüm bilirsən ki, mən elə şeylərdən qaçan deyiləm, amma mənəvi baxımdan onun yükü, məsuliyyəti çox ağırdır. Amma düşünürəm ki, tez bir zamanda bir beynəlxalq bir təşkilata rəhbərlik, yəni siz həqiqətən də, çünki 2-3 il bundan öncə var idi da, yəni artıq böyük, uzun bir müddətdə yəni bu işin öhdəsindən layiqincə gəldiniz, yəni hətta beynəlxalq təşkilatlar, yəni başqa ölkələrdən də burada çox böyük bir tədbirdə təşkil edədiniz, mənim yadımdadır. Yəni, neçə ölkədən də gəlmişdilər. Beynəlxalq Avrasiya Kombat Jiu-Jitsu Federasiyasının prezidenti olmuşam. Yəni deyərdim ki, söz almalıyam mən. Almalıyam orada söz. Nə var? Yəni fəaliyyətim yüksək dəyərləndirərdim, çünki təşkil olunan yarışlar, yarışların təşkilatçılıq səviyyəsi baxımından beynəlxalq rəğbət qazanmışdıq. Yəni bir Azərbaycan nümayəndə heyəti kimi də təşkilatçılar olaraq. Amma yenə də dediyim kimi çox məsuliyyətlidir. Burada sənin səhv etməyə bir şansın yoxdur. Çünki artıq burada yendirəm şəxs yox, dövlət təmsil edirsən. Ölkəni təmsil edirsən. Təbii ki, istəməyən qüvvələr də var, istəməyən ölkələr də var. Yəni ona görə düşünürəm ki, bu elə bir, yəni qıraqdan gözəl səslənə bilər ki, hə, filan beynəlxalq təşkilatının rəhbəri, amma bunun məsuliyyəti, bunun ağırlığı, bu çətinliyi, açıq deyim ki, çətindir o. Yaxşı, bax çətindir deyirsiniz, çətindir deyə, belə göz qaytara 300-ə yaxın beynəlxalq, yerli tədbirlər təşkil eləmişsiniz. Yəni bu çətindir deyə, elə bu 300 tədbir necə oldu? Bu təbii ki, bir neçə ilin məhsulu deyil, bu artıq mən belə deyim 2010-cu ildən bu idman sferasındayam, sırf təşkilatçı olaraq. Ümumiyyətlə belə deyim də, bu ölkə başçısının biz idman ictimaiyyəti qarşısında bir tələbi var ki, bu idmanın kütləliyinin artırılması, bədən tərbiyəsinin belə deyək də inkişaf elətdirilməsi. Biz də bu tapşırığa belə deyək ki, riayət eləyərək bu işləri görməyə başlamışıq.
ümumiyyətlə düşünürəm ki, dövlətini, millətini sevən bir insan üçün istəyir 300 olsun, istəyir 500 olsun, yəni fərq etməz. Bu insanı bezdirməz. Yəni fiziki cəhətdən, yəni bu insanı yormaz. Əksinə bu insan çalışıram ki, vətənimi, dövlətimi, millətimi ən yüksək səviyyədə istəyir ölkə daxilində, istəyir ölkə xaricində ən yüksək səviyyədə təmsil edin. Belə şeydən yorulmaq olmaz. Çünki burada artıq yenə deyirəm, sən şəxsini deyil, ölkəvi təmsil edirsən. Ona görə də hər zaman həvəslə yanaşmışam. Amma bayaq qeyd etdiyim kimi biraz beynəlxalq müstəvidə çalışma, onun deyərdim mənəvi yükü daha ağır olduğundan biraz adıma çətin gələ bilər, amma yenə deyirəm, o fiziki baxımdan bu yormur. Fiziki baxımdan yormur. Qarşıda tədbirlər var. İndi keçmişdəki tədbirləri hamısını xatırlayacağıq, o seminarları, yəni Braziliyadan gələn ustadları, yəni onları danışacağıq, amma qarşıdakı tədbirləri bir öyrənək görək ki, nələr gözləyir bizi yeni mövsümdə. Ümumiyyətlə şükürlər olsun ki, bizim hər ilin sonunda hesabat verəndə hər zaman deyirik ki, gələn il daha da məhsuldar olsun inşallah. Yəni şükür olsun ki, hər il bizim belə deyək, təşkilat olaraq fəaliyyətimiz məhsuldar keçir. Bu ildə bir çox özün şahid oldun ki, bir çox yarışlara belə deyək, ev sahibliyi elədiyi təşkilatçısı olduq. Qarşıdan da belə bir çox yarışlarımız var. Elə hal-hazırda bu ayın sonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş turnirə, belə deyək də, turnir keçiriləcək. Bu dəqiqə bütün fikrimiz ora cəmlənib. Uşaq, yeniyetmə və gənclər arasında baş tutacaq və ondan da əlavə açıq razılığını almışıq beynəlxalq federasiyalardan. Bir neçə nüfuzlu Braziliya jiu-jitsu üzrə nüfuzlu idman yarışlarının Azərbaycanda təşkil edəcəyik. Burada sadəcə olaraq müəyyən təşkilatçılıq məqamları var ki, onunla bağlı hazırlıqlar gedir. Yarışın vaxtını tam təyin eləmək olmur. Amma ilin sonuna qədər yarışlar başlayacaq. Yəni sponsorlar tapmaq çətindir. Biri ki, yəni dövlətə maliyyələşən bir təşkilat deyilsiniz və federasiya deyilsiniz, ictimai birlik deyilsiniz, amma bu qədər tədbir təşkil edirsiniz. Belə deyimsə, mən hər zaman efirlərdə demişəm və bu günləri çəkinməklə deyirəm ki, təəssüflər olsun ki, Azərbaycanda idmana sponsor mədəniyyəti formalaşmayıb. Bizdə idmana, idmançıya sponsor baxımından çox qıtlıq çəkirik. Yəni tək biz yox, bir çox idman növlərində belə deyərdim ki, o problem var. Əsasən qeyri-olimpiya idman növlərində sponsorlar olur təbii ki, amma belə deyərdim, o sponsorların böyük əksəriyyəti, məsələn, bir 5 sponsor çıxırsa, ondan 4-ü elə öz dost tanışımızdır. Yəni bu dostluq dəstəyi deyə. Yəni indi ona sponsor kimi demək, idmanı sevən ətrafımızda insanlar var ki, idmanı sevirlər, dövlətlərini sevirlər və heç bir təmənna güdmədən, yəni reklam qarşılığı belə olmadan bizə sponsorluq edirlər. Amma bu da bəlli bir yerə qədər. Yəni indiyənə qədər deyərdim ki, dost şirkətlər, dostlar tərəfindən dəstəklə irəliləmişik. Təbii ki, ən başda dövlətimizin dəstəyini hər zaman hiss eləmişik. Yəni Azərbaycan dövləti dəstək olmasaydı, biz nəinki ölkə daxilində, əsasən də ki, ölkə xaricində bu qədər idman yarışlarını təşkil edə bilməzdik. Yəni təbii ki, olimpiya idman növlərinə dövlət tərəfindən maliyyə ayrılır, amma sizə mən bilən yox, qeyri-olimpiya idman növlərinə də ayrılır, amma yenə deyirəm bir yerə qədər. Çünki bu idman belə bir şeydir ki, təbii ki, dövlətin dəstəyindən də əlavə, yəni bu şirkətlərin də dəstəyi olmalıdır. Amma əslində düşünürəm ki, dövlət dəstək olmamalıdır. Yəni normalda sponsorlar üzərindən, şirkət üzərindən getməlidir. Çünki dövlət dəstək olanda müəyyən bir müddət idmançılarda və federasiyalarda bir rahatlıq yaranır. Yəni onsuz da deyir ki, dövlət verir də, idmançı görürsüz bir dəfə nəticə göstərən, ikinci dəfə nəticə göstərə bilmir. Amma sponsorla işləyəndə sponsor tələb edir axı ondan.
Mən deyərdim idmançının bir dəfə nailiyyət verib, ikinci dəfə nailiyyət verməməyinin səbəbləri tamam başqadır. Yəni bunu maliyyələşməklə, belə deyək, sponsorla bağlamıram. Əfsuslar olsun ki, bəli, bizdə fərqi yoxdur. İstər olimpiya olsun, istər qeyri-olimpiya idman növləri olsun. İdmançı müəyyən uğur qazandıqdan sonra sponsorlar tərəfindən, dostlar tərəfindən, ətraf tərəfindən mükafatlandırılır. Müxtəlif mükafatlar alanda, müxtəlif maliyyə qonorarları alanda onların sonrakı idman karyeralarına böyük təsir olur. Yəni bunu mən sırf belə deyək də qonorara da bağlamıram. Yəni insan özünün belə deyək psixologiyasına bağlayıram. Bir deyil, iki deyil, üç deyil, yəni demək olar ki, böyük əksəriyyət, yəni reallıq budur ki, və kütləvi informasiya vasitələrində paylaşılan xəbərlərin altındakı şərhlərə biz baxanda, sosial mediada biz şərhlərə baxanda görürük ki, bu da getdi, özünə şərait qurdu, sonra idmanın başını buraxdı. Yəni bu tip yazıların biz şahidi oluruq. Yəni əslində oturub bir tərəfdən də fikirləşəndə baxırsan ki, adam götürdü, tam ki, hansısa sponsor evin verdi, falan kəs bu qədər pul verdi, falan şirkət bu qədər pul verdi, o da öz karyerasını qurdu, pikini yaşadı, dayandırdı. Yəni ondan sonra da gedir sadəcə yarışda iştirak eləmək üçün. Yəni bu nə dərəcədə doğrudur və bunun qarşısını necə almaq olar? Maraqlı sualdır. Yəni mən həm yerli təcrübəmlə, həm beynəlxalq təcrübəmdən qaynaqlanaraq deyə bilərəm ki, yəni bu əcnəbi idmançılarla da çox kontakt oluram. Təbii ki, mənə doğma əziz olan ilk növbədə mənim öz idmançılarımdır ki, Azərbaycan bayrağından çıxış edən idmançılardır. Amma bizdə bu problem digər ölkələrə baxanda təəssüflər olsun ki, daha çoxdur, çox demirəm, daha çoxdur. Bunun açıq qarşısını almaq mexanizmi mən yalançı olaram, yəni tam dəqiq deyə bilmərəm. Bunun üzərində işləmək lazımdır. Amma bəli, müəyyən uğur qazanandan sonra idmançıları belə deyək də öz duruşunu itirirlər. Həm istər yarış nəticəsində, həm də istər insanlara qarşı münasibətdə. Amma təbii ki, hamıya şamil olunmur. Az sayda olsa Azərbaycanda barmaqla sayılacaq dərəcədə idmançılar var ki, nə qədər nüfuz sahibi olsalar, nə qədər ulduzları parlasalar da insanlara qarşı səmimiyyətdə, sadəlikdə, yəni dəyişmirlər. Əksinə daha səmimi, daha sadə, daha belə deyək də cəmaət içinə çıxmağa belə deyək çalışırlar və eyni zamanda da ki nəticədə verirlər. Yəni deməyək ki, yoxdur, az sayda olsa da var. Elə İlkin Həsəninin çıxışı yadıma düşür, burada siz o yerə gətirdiniz. İlkin Həsənini bizim aparıcılarımızdan biri, tanınmış aparıcılardan, ortaq dostlarımızdan. O bir açıqlamaya verdi ki, UFC-də ölkədə keçirilən müəyyən bir idmançılar hansısa bir uşaqlara, az yaşlılara hörmətsizlik eləyib ki, mən burada oturmuşam, dur get falan da. Yəni bu cür, yəni hətta çağırış belə elədi ki, yəni özünüzü bu cür aparmayın. Yəni tək idmançılara şamil deyil və digərlərinə şamil deyil. Nə sizcə? Yəni bu şəxsi keyfiyyətlərin müəyyən bir müddətdən sonra, qolda da güc olandan sonra ön plana çıxmasıdır, yoxsa necə? Yəni idmançı özünü necə aparmalı? Ümumiyyətlə siz federasiya rəhbəri kimi də, yəni müəyyən bir təşkilatın rəhbəri kimi sizin tabeliyinizdə olan nə qədər idmançı var, onlarla necə aşılayırsınız bunu və yaxud da digər federasiyalar necə işləyir? Belə deyim, ümumiyyətlə idmanına hörmət edən insan, çünki böyük idmana gəlmək, böyük idmançı olmaq, böyük nailiyyətlər əldə etmək, bu çox çətin, qanlı, tərli keçilən bir yoldur. Yəni mən həm istər öz idmançılarımız olsun, istər başqa tanınmış idmançılar olsun, bunların keçdikləri yolun mən canlı şahidi olmuşam illərlə. Qanla, tərlə, necə hansı əziyyətlərlə, acılıqla o zirvələrə gəlib çıxıblar. Yəni bu asan əldə olunan nailiyyətlər deyil. Amma müəyyən bir müddət sonra ki tanınırsan, müəyyən maliyyə qonorarları alırsan, ulduzun parlayır,
Bu psixoloji olaraq biraz çətindir özünü idarə eləmək. Yəni baxmayın populyarlıq, insanlar Şan, tərəfindən şöhrət. şan, şöhrət, özünü nəfsinə sahib olmaq bu çox bir çətin bir məsələdir. Burada əsas nəfsin tərbiyəsindən gedir söhbət. Əgər idmançının belə deyək, fundamental olaraq yeni idmana gələndə onun fiziki sağlamlığından başqa mənəvi bu nəfsini belə deyək, sağlamlığını tərbiyələndirəndə, inkişaf elətdirəndə, bunun üzərində daha çox çalışanda o idmançılar elə öz keçdikləri yolu xatırlayıb, hardan gəldiklərini xatırlayıb, belə deyək, o idman duruşlarını belə deyək, itirmirlər. Amma təəssüflər olsun ki, böyük əksəriyyət itirir. Bu da nə, mən də elə düşünürəm ki, ondan qaynaqlanır ki, bunun vaxtında bunların təməli yanlış qurulub. Yəni fiziki olaraq bunların üzərində yaxşı çalışıblar, amma psixoloji dəstək, mənəvi dəstək bu belə deyək də xətt üzrə biraz görünür ki, böyük nöqsanlar var ki, və buna da belə baxırıq ki, yəni çox idman müəllimləri belə görünür ki, önəm vermirlər. Və onlar nəinki təkcə belə deyək də idman yarışlarında falan, elə cəmiyyətdə də görürük ki, elə idmançılar var ki, artıq populyarlıq qazanıb insanlara yuxarıdan aşağı baxırlar. Ümumiyyətlə insanlar içərisinə çıxmaq istəmirlər. Biraz belə ego, ulduzluq falan elə bir özlərini kənarlaşdırırlar və yaxud da ki, sosial şəbəkələrdə son zamanlarda bu trend yaranıb ki, məsələn ki, mən heç kimi izləmirəm, qoy hamı məni izləsin. Güya ki, bu nə bilim, nəsə kimdirsə ki, heç kim izləmir. Yəni bir çox şeyləri misal gətirmək olar. Təəssüflər olsun ki, bu belədir və belə də davam eləyir. O ilkin Həsənin də ki, o paylaşımını mən də görmüşdüm, hətta repost eləmişdim. Yəni o paylaşma Həbib Nurməmmədov belə 553 nəfər izləyir. Yəni onu deyək. Bəli. Həbib belə 553 nəfəri izləyəmir dünyada, sən niyə izləməyəsən? Yəni elə tək idman yarışlarında yox, yəni cəmiyyətdə, küçədə, bacada da belə idmançıların elə hərəkətlərinin belə deyək də çox şahidi oluruq. UFC keçirildi. UFC keçirildi. Necə təşkil olunmuşdu? Hansı belə deyək, geri dönüşləriniz var? Bizim idmançılarımızın oradakı iştirakını necə qiymətləndirirsiniz? Tofiqdən bilirəm ki, sizin dostunuzdur, elə ona görə də bu sualı birbaşa sizə vermək istəyirəm. Tofiqdən gözləntilərimiz çox idi. Amma çıxdı və yəni uduzdu. Gözəl sualdır. İlk öncə UFC-nin Azərbaycanda təşkil olunması nəhayət ki baş tutdu. Çünki gözlənilən idi. Azərbaycan özünüz bilirsiniz, idman ölkəsidir. Azərbaycan indiyənə qədər deyərdim ki, dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi etmiş bir ölkədir. Həm təşkilatçılıq baxımından da, yəni dünyanın ən qabaqcıl ölkələrində belə deyək, ön sıralarda duran bir ölkə və niyə də görə UFC Azərbaycanda keçirilməməli idi. UFC-nin Azərbaycanda keçirilməyi bu mən düşünürəm ki, çox böyük bir hadisədir. Çünki bu günləri ölkəni, Azərbaycanın bayrağını dünyada tanıtdırmaq baxımından, reklam etmək baxımından ən başda gələn sahə idman sahəsidir. Yəni siz təsəvvür edin ki, UFC bu günləri MMA döyüşləri dünyada çox böyük templə inkişaf edir. Yəni istər Formula 1 olsun, istər futbol olsun, artıq populyarlıqda və belə deyim, maraqda belə deyək də onlara çatır. Və bunun da özünün də milyardlarla belə deyəm, insan tərəfindən sevilən və baxılan bir idman növüdür. Və bunun da Azərbaycanda keçirilməsi, təsəvvür edin ki, nə qədər Azərbaycanın həm beynəlxalq müstəvidə imicinin, nüfuzunun yüksək olmağı, artmağı və eyni zamanda da Azərbaycanın tanınmasına xidmət elədi. Və mən şəxsən idman ictimaiyyətinin bir nümayəndəsi olaraq bu UFC turnirinin Azərbaycanda təşkil olunması
da rolu olmuş. İnsanlara öz təşəkkürümü bildirirəm ki, bu cür gözəl, möhtəşəm idman bayramını Azərbaycanda təşkil elədilər. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Yəni qüsursuz idi. Deyərdim ki, yəni bu beynəlxalq belə deyək də şərhçilərin də fikirlərini də oxusaq görərik ki, yəni başqa ölkələrdə keçirilən UFC turnirlərdə, əsas Amerika, Dubayda, yəni deyərdim təşkilatçılıq baxımından onlardan daha üstün keçirilir. Bəs Tofiq? Qaldı ki, Tofiqə bəli, təəssüflər olsun ki, Tofiqdən gözləntilərimiz çox böyük idi. Çünki mən Tofiq 2 dəfə Taylandda təlim məşq toplantısı keçdi. Onun elə bir toplantı, mən özüm də şəxsən orada iştirak edirdim. Hansı əziyyətlə Tofiq belə məşq eləyirdi, necə yaxşı məşq eləyirdi. Tofiq bu döyüşə belə deyim, psixoloji də olaraq, fiziki də olaraq tam hazır idi. Yəni çox yüksək bir formadaydı. Təəssüflər olsun ki, öz performansını göstərə bilmədi. Bu idmandır. İdmanda olur belə bir şey. Yəni hərdən olur ki, çox güclü idmançı, çox zəif bir idmançı məğlub olur. Amma bu mediada oxuyuram bir çox belə paylaşımları da görürəm ki, insanlar bir tənqidə meyillidirlər. Yəni bir səbəbini bilmədən, bir araşdırmadan elə danışırlar da. Yəni səbəbi nədir? Səbəbi o idi İnsanlar ki, gördüyünü danışır. Ümumiyyətlə Yəni biz də qınaya bilmərik. O insanlardır ki, onu tərifləyir. İnsanlar mən belə deyim. İndi görürsüz birisi nədərdir məsələ? Mən insanların sadəcə düşüncəsini bu cür anlayıram ki, gözlənti çox idi. Məyusluq hissi yarandı. Və onlar da aqressiyasını başqa bir cür bildirə bilmir. Təbii ki, mən insanlara da başa düşmək olar ki, emosiyalara qapılıb öz fikirlərini daha çox belə deyək də bildirirlər, amma insanlar biraz da təmkinli olmalıdırlar. Tofiq publika tərəfindən çox sevilən bir idmançıdır. Çünki həm vətən müharibəsində iştirak eləyib, eyni zamanda Azərbaycan MMA tarixində adını həm istər Azərbaycanda, istər dünyada qızıl hərflərlə yazmış bir idmançıdır. Çox titullu bir idmançıdır. Ümumiyyətlə UFC-də çıxış orada zəif idmançı çıxış eləmir. UFC kimi bir turnirdə çıxış eləməyi artıq bu Tofiqin hansı səviyyədə bir döyüşçü olduğunu göstərir. Sadəcə olaraq burada səbəb nə idi? Tofiqin rəqibi bu çəki salma prosesində bilirsiniz, Tofiq çəkini tam hazır eləmişdi, amma rəqib yox. Rəqib hardasa Tofiqlə rəqibin arasında bir 5-6 kilo fərq var idi. Amma bu idmanda nəinki bu, ümumiyyətlə böyük idmanda 500 qram belə, 1 kilo belə böyük bir fərqdir. Artıq bu nəticəyə təsir eləyir. İndi siz düşünün ki, hələ biz 500 qram 1 kilo deyirik. 5-6 kilo rəqibi Tofiqdən ağır idi. İndi çəkidən sonra da müəyyən bir çəki yığırsan, döyüş bir gün, 2 gün ərzində. Üstə gəl o çəki. Artıq sən öz çəkində döyüşmürsən. Və bundan qabaqda həmin o Aktabek də səhv eləmirəmsə adı, bundan qabaqki döyüşündə də o həmin taktikadan o yenə də istifadə eləmişdi. Çəkisini salmamışdı. O idmançı 70 kilo çəki dərəcəsində döyüşməyib heç vaxt. 75-77 bu çəki. Normalda neçə kilodan neçə kiloya döyüşülməlidir? Yəni hər çəki dərəcə müxtəlifdir. Yəni 70 kilo da var, 75 də var. Sadəcə olaraq mən burada belə deyək, həmin idmançının komandası və özü çox böyük bir siyasət yeridir. Çünki niyə? Ümumiyyətlə çəki salma prosesi çox çətin bir prosesdir. Həm fiziki baxımından, həm də psixoloji baxımından çox əziyyətli bir şeydir. İndi fərz eləyin ki, Tofiq Musayev hardasa 85-86 kilodan 70 kiloya qədər çəki salır. Yaxşı, bilmirdi ki, rəqibi 75-də dayanar. Yox, razılaşmışdı ki, 70 kiloda döyüş olacaq. Onu deyirəm ki, bəs rəqibin komandası belə deyək, cığallıq elədilər. Çünki çəkisini salmadı. Bundan öncə də həmin siyasəti etmişdilər. O da nəyə görə? Bəlli idi ki, Tofiqin debüt döyüşüdür. Publikanın böyük əksəriyyəti oraya Tofiqə görə gəlirlər. Və Tofiqin vətənində keçirilir. Tofiqin orada çıxıb döyüşməməkdən başqa heç bir şansı yoxdur.
Və onu da qeyd edeyim ki, bilmirəm siz nəinki yerli, ümumiyyətlə beynəlxalq rakursdan baxanda deyərdim ki, çox nadir hallarda o baş verən bir hadisədir. Hər idmançı buna razı olmur. Çünki bir olur ki 2 kilo, 3 kilo fərq eləyir. İdmançı döyüşməkdən imtina edir. Tam haqlı olaraq. Çünki yəni, təkrar edirəm. 500 qram 1 kilo da artıq döyüşün nəticəsinə böyük rol oynayır. Tofiq davam edəcək? Əlbəttə ki, Tofiq bu günləri, yəni bir Azərbaycan MMA məktəbinin yetirməsi olaraq ilk Azərbaycanlı MMA döyüşçüdür ki, UFC ilə kontraktını bağlayıb və bundan sonra indən belə UFC ilə 3 səhv eləmirəmsə 4 kontrakt döyüşü var. Yəni artıq Tofiq rəsmi olaraq UFC təşkilatının idmançısıdır. Amma yenə də qeyd edirəm ki, əsas döyüşdə uğursuzluq olmasının səbəbi o idi ki, rəqib komandası böyük bir belə deyək də səhv də olsa siyasət işlətdilər. Tofiqi başqa bir seçim buraxmadılar. Öz publika gəlib Tofiq döyüşməli idi. Çəki nə qədər də çox olsaydısa, yəni bu debüt döyüşü idi, vətəndə olan döyüşü idi və bunu da yaxşı bilirdi ki, Tofiq belə deyək, imtina etməyəcək bu döyüşdən. Ona görə də bir belə deyək, indi bizə görə cığallıq, onlara görə ağıllı bir gediş idi. Amma inşallah düşünürəm ki, gələcək döyüşlərdə Tofiq yaxşı nailiyyətlər əldə edəcək. Çünki Tofiqin bundan da çətin rəqibləri var idi. Tofiq bundan da çətin rəqib. Yəni bu rəqibi də küçümsəmək olmaz. Yəni güclü idmançı idi, çox çətin bir idmançı idi. Güləşə daha çox meyilli idi. Tofiq bilirsiniz, belə deyək də, ayaq üstə döyüşərək. O Tofiqin döyüş stili budur. Rəqibin isə güləşçi ilə döyüşmək həmişə çox çətin olub. Yəni o idmançını da küçümsəmək olmaq, kifayət qədər güclü idmançı idi. Sadəcə olaraq bizim üçün xoşa gəlməz bir hal oldu ki, belə bir taktikadan istifadə elədilər. Mən maraqlı bir siz nə deyim? Tək Tofiq yox. Bir neçə idmançının demək olar ki, nə qədər idmançı. Özüm bir şey də qeyd edeyim. Ümumiyyətlə həm çəkidən qabaqda mən çox inanırdım ki, Tofiq qələbə qazanacaq. Çünki Tofiqin yanında güclü bir komanda formalaşmışdı. Heydər, sonra İbrahim, Heydər, İbrahim, sonra Mehman Məmmədov, bu Vüqardır, Kərəmov. Yox. Şeydir, bunlar çox peşəkar idmançılardır, peşəkar MMA-çilərdir ki, Tofiqin ətrafında birləşmişlər və bir komanda halında bunlar məşq edirdilər. Bu sadəcə olaraq alınmadı, təəssüflər olsun. İndi adlarını çəkirsiniz. Görürəm ki, bu idmançılara konkret olaraq dəstək olursunuz. Tək onlara yox və digər idmançılara da mən görmüşəm ki, maksimum dərəcədə dəstək olmuşsunuz. Burada Aqil Acalov kimi bir şəxs niyə bu idmançıların həmişə elə tərəfini tutsun, yanında olsun, əzilməyə qoymasın, yıxılmağa qoymasın? Yəni 1, 2, 3, 5. Yəni artıq 15 ildir. Çətin sual. Allah güc versən, ömür də versə, düşünürəm ki, bir çox illər çalışacağım, idmanda olum, idmançılara dəstək olum. Mən özüm bir idmançı olaraq, idmandan gələn bir insan olaraq və idmançının keçdiyi o çətin keçdiyi yolu bilən və hiss edən olaraq, mənim idmana və idmançılara böyük sevgim, simpatiyam var və mən ölkəmi sevən bir insanım, bayrağımı sevən bir insanam və bizim bildiyimiz sahə də budur ki, yəni ölkəni, milləti belə daha çox tanıtdırmaq, nüfuz qazandırmaq, imicini yüksəltmək bu sahədən daha yaxşı alınır.
Bu sadəcə olaraq bir yeni deyirəm, vətən sevgisindən, millət sevgisindən irəli gəlir. Mənim üçün yəni idmançının şəxsiyyəti rol oynamır. O pis insan da ola bilər, yaxşı insan da ola bilər. Əsas odur ki, yaxşı nəticə əldə eləsin. Bu qədər. bu qədər. Çox vaxtda Qarapapaq Fight Club'dan danışaq qısa olaraq və ondan sonra sizin həmişə həm mediada razılığınız, həm mediada narazılığınız var. Ondan da danışacağıq. Qarapapaq Fight Club çoxdan tədbir keçirtmir. Yoxsa necə? Qarapapaq Fight Club artıq biz yaradanda bunun bir döyüş klubu kimi yaratmışdıq, amma daha sonra bu idman klubuna çevrildi. Çünki təkcə döyüş növləri yox, eyni zamanda da Qarapapaq atçılıq klubu, voleybol klubu, futbol klubu şaxələndi, böyüdü. Fəaliyyəti var. Yəni klub olaraq, yəni fəaliyyəti gedir. Sadəcə olaraq bu son 1 il ərzində durğunluq dövrü yaşayırıq. Yarışların təşkilindən bağlı, biraz sponsorlarla bağlı bizim bu günləri problemimiz var. Çünki bu başqa bir belə deyim də sferadır. Bu federasiyalardan fərqli olaraq bu promotion təşkilatlar, bu fight clublar bu sırf sponsor dəstəyi ilə fəaliyyət göstərən təşkilatlardır ki, sponsor olmayanda, yəni tədbir təşkil etmək olmur. Bizim də özümüzə görə biz dəstək xəttimiz var ki, biz də əgər təşkil ediriksə yüksək səviyyədə təşkil eləməliyik. Yəni burada Qarapapaq Fight Club tək ölkə daxili deyil, eyni zamanda da ölkə xaricində də belə deyək də döyüş gecələri, şou gecələri təşkil edir. Sponsor qıtlığından irəli gələri bu son 1 ildir ki, durğunluq dövrünü yaşayır, amma bu demək deyil ki, bu belə də qalır. İdmanda olur, ümumiyyətlə fəaliyyətdə olur. Enişli, yoxuşlu, belə də yüksələn dövrlər də olur və bu çox belə hallar baş verib. Ona görə gələcəkdə yaxın gələcəkdir. Gələni düşünürük ki, sponsorlarla razılığa gəlib fərqli bir formatda öz fəaliyyətimizi göstərəcək. Bayaqları elə onu qeyd edim, yəni təkrarçılıq gəlmək kimi çıxmasın. Bu Azərbaycan MMA məktəbinin, yəni yetirmələri İbrahim Məmmədəliyev, Heydər Məmmədəliyev qardaşları, ondan sonra Mehman Məmmədov bizim dünyada artıq tanınan MMA-çilərimizdən, MMA döyüşçülərimizdən, yəni təsəvvür edin ki, bu cür peşəkar, bu cür güclü komanda Tofiqin ətrafında birləşmişdi və birlikdə məşq edirlər bütün bu proseslərdə. Onların da çox böyük bir əziyyəti oldu. Yəni bu danılmaz. Mən şəxsən buradan öz adımdan onlara təşəkkürümü bildirirəm. Əsas nəticə deyil idi. Əsas o idi ki, UFC-yə artıq addım atıldı. Və o komanda sayəsində təbii ki. Yaxşı, bu media ilə nədir? Burada həm dostluq, həm problemlər. Bilirsiniz, mənim media sayəsində özün də bilirsən, elə birisən, dostlarım çoxdur. Və mən bu dostlarımla hər birindən qürur duyuram. Çünki mən neçə ildir idmandayam. İstər rəhbər olduğum təşkilat olsun, istər başqa idman növlərindən, məsələn, müraciət edən idmançılar olsun ki, kimlərə ki dəstək lazımdır, heç vaxt mənim dostlarım məni qırmayıblar. İstər televiziya, istər radio, istər internet və s. laxır media resurslarında çalışan dostlarımız. İdmanı sevən insanlardır, dövlətini sevən insan və bu elə qonağın da olsa deyəcəm, elə sən başda olmaqla digərləri təmənnasız olaraq
bizi həmişə dəstək olublar. Mənə və mənim rəhbərlik etdiyim təşkilatlara və eyni zamanda çalışdığım qədər digər idman növlərində döyüşən idmançılara dəstəyim olsun ki, sizin dəstəyiniz danılmazdır. Çünki idman elə bir işdir ki, ümumiyyətlə fəaliyyət 50% sənin fəaliyyətinsə 50% təqdimatdır. Və təqdimat bunu çatdırmaq medianın rolu böyükdür, danılmaz. Mediasız inkişaf ola bilməz. Yəni idman xüsusilə inkişaf edə bilməz. Ona görə bir daha hər birinizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Və əsas məsələ. Amma bu dostluq müstəvisində baş verir. Yəni mənim dostlarımı, tanışlarımı qoyduq kənara. Amma elə media nümayəndələri var ki, sosial şəbəkə platformalarını işlədən insanlar var ki, bu günləri onlara idmanla bağlı, idmançı ilə bağlı bir məlumat verəndə, xahiş edəndə qonorar tələb edirlər. Açıq deyim ki, bir media nümayəndəsinin və yaxud da ki, böyük bir platforma işlədən bir insanın idmançıya və idmançının fəaliyyəti ilə bağlı qonorar tələb edəndə bu mənə biraz təhqir kimi gəlir. Yəni idmançıya və idmana dəstək olmaq. Yəni hansı formada məlumat ötürürsünüz? Yəni məlumat özündə nəyə etibar edir? Misal üçün də, yəni Tofiqin Rizində çempion olmağını mən bilən heç kim qonorarla paylaşmaz. İnandırıram sizi, qonorarla paylaşanlar da var idi, qonorar tələb edənlər də var idi, amma yenə deyirəm ki, böyük əksəriyyəti elə dostlarımız oldu. Dostlarımızın sayəsində. Dostlarımız da kimlərdənsə xahiş edirdilər. Yaxşı, belə də bir söz deyim də, bu media subyektləri reklamla ayaqda qalır. Tam razıyam. Düzdür? Yəni bu sadəcə Azərbaycanda elə bir formalaşıb ki, kimsə kiməsə borcludur. Əgər bir idmançı gedir orada yer tutursa, Azərbaycan bayrağını dalğalandırırsa, dövlətimiz ona onsuz da dəstək olur. Düzdürmü? Bəli. Onun X bir saytda təqdim eləməsi məsələsi isə bu adamın artıq qalıb şəxsinə. Yəni mən misal üçün Türkiyə təcrübəsindən götürək, qırağa getmirəm. Orada dövlət qurumları belə abunəlik məsələsi ilə böyük bir media holdingləri ilə işləyirlər. O da onların media subyektlərinin ayaqda qalmasına gətirib çıxarır. Yəni müəyyən bir formada. İndi idmançı deyirsiniz ki, 50% belədir, 50% bu formada. Da düzdür. Həmin idmançı öz məşqçisinə müəyyən bir məbləğ verir. O rəqibinə müəyyən bir məbləğ, necə məşqə elədiyi bir müddət əsas döyüşə çıxanda müəyyən bir məbləğ verir. Misal üçün gedib Taylandda məşq toplantısına müəyyən bir məbləğ verir. Bilet alıb uçanda müəyyən bir məbləğ verir. Restorana gedib yeyəndə müəyyən bir məbləğ verir. Amma öz reklamına müəyyən bir məbləğ vermir. Burada da ən böyük bir problem var. Yəni biz elə bilirik ki, media daim kiməsə borcludur, amma həqiqətən də mən yenə deyirəm yəni bizim dostluğumuz, yoldaşlığımız ayrı bir qoyuruq qırağa. Amma elə hamı da elə medianı tənqid edir. Bəs yaxşı, media neynəsin? Yox, mən tam tənqid eləmirəm. Mən yarı tənqid edirəm. Yarı tənqid edirəm. Dediklərinlə razı deyiləm. Tam açıq deyim. Ümumiyyətlə hər bir Azərbaycanlının mənəvi borcudur. İdmana, idmançıya dəstək olmaq. İdman təkcə insanı fiziki cəhətdən sağlam eləmir. İdman insanı əxlaqlı eləyir. İdman insanı tərbiyələndirir. İnsan cəmiyyətə vətəndaş yetişdirir, sağlam vətəndaş yetişdirir. İdman hər birimizin, hər bir ailədə uşaq var. Uşağın gələcəyidir. Düzgün formalaşması üçün ən gözəl vasitədir. Mən başa düşürəm. Və bu idman pullu döyüşlərdən gəlib, sonra pulsuz Rusiyada özünü reklam eləsin. Orada toxunacağım, gözəl mövzudur. Amma nəzərdən qaçırtdığımız bir nüans var. Deyirsiniz ki, gedir xaricə, belə deyək, təlim məşq toplantısı keçir. İdmançının bilet almağı var, təlim məşq toplantısına getməyi var, orada həmin haradakı hansı ki kampa qatılır, ora ödənişi var. Bir ay qalırsa
Orada Normaldır, bunu yeməyi, içməyi, nəqliyyat vasitələrindən istifadə böyük xırda deyil. Bilmiyorum, yaxşı bu media da o işçilərə pul verir. İndi toxunacaq. Bu böyük vəsait tələb edir. Hə. Elə axırıncı belə deyək də, mən özüm Taylandda olanda təlim məşq toplantılarında bizim idmançıların hansı vəsaitləri xərclədiklərinin şahidi olmuşam. Hələm belə deyək, ekonomiya eləyə. Sıxa. Sıxa. Bahadır, çox bahadır. Benim. Sonra təlim məşq toplantısını keçdi, gəldi, döyüşə çıxdı, döyüşdən qonorar aldı. Bizdə hamıda ən birinci sual odur. Nə qədər? Döyüşdü, nə qədər qazandı, nə qədər pul aldı? Tamam. Bəs siz düşünmürsünüz ki, o qonorarı alır bəs bu borca xərcə girir, ora getmək üçün. Bu borcları qaytarmaq var. Təlim məşq toplantısında travmalar, zədələr olur. Bu zədələrin müalicəsi var. Yarışa qatılır, yarışda zədə alır, o zədənin müalicəsi var. İnsanın ailəsi var, uşağı var. Yaxşı, bu birlərin uşağı ailəsi. Onların, üzr istəyirəm, onların qazandığı qonorar və xərcləri. İnanın mənə 90%, bəlkə də biraz çox, 95%. Bütün elə qazandığı hamısı gedir borca xərcə. Mən bunu, yəni tam açıq, tam səmimiyyətimlə deyirəm. İndi sual ola bilər ki, məsələn, filan idmançıdır, yaxşı. Altında məsələn 100 minlik, 200 minlik maşın sürür. O idmançı onu öz qazandığı qonorarıyla almır. Hədiyyə verir. Ola bilər 5-10 manat qazana bilər, pul saxlaya bilər. Dostların sayəsində idmanını sevən insanların iş adamları o hədiyyə verirlər və ya da kömək edirlər almağa. Ağılmam. Amma yenə deyirəm, mən də başa düşürəm ki, istər mən yenə deyirəm, mənim media ilə geniş əlaqələrim var, dostluq əlaqələrim var. Mən bilirəm media necə fəaliyyət göstərir. İstər televiziyası, istər radiosu, istər sosial platforması, işçiləri var, bunun işçilərinin də ailələri var, bunları da dolandırmaq lazımdır. Tamamilə razıyam sizlə. Amma idmançıdan da yoxdur. Yox, idmançıdan da yoxdur. Yəni bilirsiz nə? Əgər idmançı gedib yer tutursa, bax xəbər varsa, xəbəri heç kim heç nəsiz. Amma orada PR və promo üzərindən gedilir. Mən düşünürəm ki, onun yox, o PR o başqa bir şey, amma sizə bir söz deyim də, bizim idmançıların da PR menecerləri yoxdur. Yoxdur, problem oradadır. Yəni mən özüm bax gəlin açıq danışaq. Özünüz başınıza çıxmasaydı bu olmayacaq. Neçə ildir biz dostluq elədik də. Mən vaxt olub ki, rəhbəri olduğum federasiyanın həm mətbuat xidmətini özüm görmüşəm, həm bunun yazı işini özüm görmüşəm. Yəni idmançılar olsun, başqa idmançılar, onların yazıları da, onların PR-ıdır və s. mən eləmişəm. Yəni amma mən PR menecer deyiləm. Bilin başa düşün. Mənim heç ondan anlayışım da yoxdur. Bu da o deməkdir ki, iki faktor burada ön plana çıxır. Biri şəxsi münasibət, idmançıların özünün şəxsi münasibəti, yəni həmin şəxslərlə kontakt qurmaq. İkinci bir məsələ, əgər onlar PR istəyirsə, PR-ın istiqaməti var, məbləği var, xərci var. Yəni daim reklam, daim gündəmdə olmaq istəyirlərsə, yəni heç kimin heç kimin borcu. Yəni idmançımızdır, fəxrimizdir, getsin orada daim ki, dünya çempionu olsun, onu hamı paylaşacaq. Amma dünya çempionu olub gələndən sonra hər gün efirdə olmaq istəyirsə, o düşünürəm ki, misal üçün saytlar və yaxud da sosial şəbəkələri dedəcək, indi dövlət televiziyaları, ümumiyyətlə televiziyalar dəstəyi olur. Amma daim onu ön planda saxlayıb, əl üstündə gəzdirəndə də axırda gedir vətəndaşa deyir ki, mən burada otururam. Burada razıyam. Bu başqa bir şeydir. Yəni. Bu başqa bir şey. Mən onu nəzərdə tutmuram. Mən nəyi nəzərdə tuturam? İdmançı gedir, çempion olur. Nə olsun? Turnirdir də, özünə görə bir turnirdir, xaricdədir. Azərbaycan bayrağı dalğalanır, himnimiz səslənir, gəlir, xahiş edirsən ki, bunu məsələn efirə verin və yaxud da ki, yazın. Yəni, o qədər mənasız tədbirdə gedib bu dəqiqə yer tuturlar. Dostlarımız, yəni. Yox, mən öz təcrübəmdən irəli gəlirəm. O qədər şeylə yəni siz sualı mənə verirsiniz. Mənim bu tənqidi yanaşmam hardan qaynaqlanır? Mən ona uyğun cavab verirəm. Yəni başqalarını deyə bilmərəm.
normal bir təşkilatda döyüşür, dalğalandırır da. Aha. Deyir ki, bu reklamdır. Bu reklam değil. Bu insan, okey, pulunu qazandı. Nəticə əldə elədi. Amma nəticə etibarilə Azərbaycanın adı hallanır. Gəlin bir söz deyim. Burada da ən böyük problem həmənki təşkilatların, federasiyaların ictimai əlaqələrindədir. Özləri o sosial medialarını o qədər yaxşı inkişaf etdirməlidirlər ki, media onlardan götürür. Burada da razıyam. Bəli. Amma yəni mən öz təcrübəmdən İndi media olaraq da mən də öz təcrübəmdən qaynaqlanıram. Vallahi deyirəm, o qədər adam bu dəqiqə mənə yazır ki, baxıram ki, yəni adamın yəni heç bir nəticə verə biləcək bir tıxac deyil. Belə deyim. Mən onu niyə çağırım ki? İndi bir dənə misal gətirim də. Mənim özümün təşkil elədiyim yarışlardan biri. Məsələn, Azərbaycanın hər hansısa bir əlamətlər gününlə bilirsən ki, mənim vətənpərvərlik dəstək xəttindən mən kənara çıxmıram. Vətənpərvərlik mövzusunda bir yarış keçirdirəm. İdman yarışı təşkil edirəm. Bunu belə də tanışdığımız olmayan X bir saytla, məsələn, və yaxud da ki, verilişlə mətbuat xidməti göndərəndə məlumatı məsələn üçün əvəzində qonorar tələb edir. Niyə? Bu onun daxil. Mən vətənpərvərliyi təbliğ edirəm. Bildim, başa düşdüm. Mən yəni idmanı təbliğ edirəm. Sən əksinə bunu yayımlamalısan. Sən bunu təbliğ eləməlisən. Söhbət Aqil Acalovdan və yaxud da ki, Aqil Acalovun rəhbəri olduğu təşkilatdan getmir. Başqa bir təşkil olsun, başqa şəxs olsun. Əgər idmandırsa və temboli vətənpərvərlik mövzusundadırsa, sənin mənəvi borcun deyə bunu yayımlamaq. Bildim. Bundan qonorar tələb eləmək açıq deyim ki, mənim üçün təkbir kimi gəlir. Mən sizə başa düşürəm. Çox düzgün vurğuluyursunuz. Bəzi məqamlarda da doğru. Çünki üzr istəyirəm, tam səmimi deyirəm, bax neçə illik dostumsan da mənim. Mən Azərbaycanda demirəm təkəm, bəlkə də var, amma tanımıram. Yeganə belə deyək, federasiya rəhbərlərindənəm, nə bilim, klub rəhbərlərindən biriyəm ki, mən indiyənə qədər idman karyeramdan mən buradan pul qazanmamışam. Və təşkil elədiyim yarışdan mən pul qazanmıram. Heç bir maddi dividend əldə eləmirəm. Ona görə də hamısı çəkir də. Nədən şikayət edirsiniz? Yəni mən yarışa təbii ki, yarışı təşkil eləmək, yəni burada xırda bir məsələ deyil. Böyük məbləğlərdən gedir. Böyük məbləğlərdən gedir. Əgər mən dostdan, qardaşdan belə deyək də dəstək alıram, özüm boğazımdan kəsib bura belə deyək də yatırım edirəmsə, heç bir maddi belə deyək qarşılıq gözləmədən mən nəyə görə vətənə aid olan, dövlətə aid olan, vətənpərvərliyə aid olan, fiziki mənəvi sağlamlığa aid olan bir işə görə mən əlavə belə deyək pulla ödəməliyəm ki, bunu təbliğ edeyim. Mən sizə başa düşürəm. Bu heç bir mənəviyyata, bu heç bir mənəviyyata sığmır. Ona görə də yəni çox üzr istəyirəm. Bunu da son buna deyim, o keçər mövzu. İdmançı, mən özüm şahid olmuşam ki, idmançılarımız təlim məşq toplantısında yəni çox ciddi zədə alır. Və bir idmançının da elə bir zədələr var ki, o zədələri alanda fiziki belə deyək, yaradan çox insana mənəvi bir yara buraxır ki, çünki uzun müddət bunun bərpa prosesi gedir. O əziyyəti çəkir, qırılır, sınır, qan, tərlə, günlərlə evə getmir, ailəsini görmür, övladını görmür. Belə deyək də, yemir, içmir, məşq edir, gedir yarışa, çıxır, qalib nəticə əldə eləyir, Azərbaycan bayrağını dalğalandırır. Yəni həmin insanı təbliğ olunmasında onun nəticəsi, kimliyindən söhbət gelmir.
Nəyə görə bu pul verməlidir? Hələ inandırıram sizi, bugün mən hər zaman nəyə görə deyirəm ki, məsələn Azərbaycan idman ölkəsidir, Azərbaycanda güclü idmançılar var. Hərdən tənqid atəşinə tutularam ki, yaxşı bizim belə bir güclü idmançılarımız var ki, niyə gedib falan təşkilatlarda məsələn üçün də döyüşmürlər? Bizim kifayət qədər elə falan təşkilatlarda döyüşən Azərbaycanlı idmançılarımız var. Sadəcə olaraq onları bu günləri mən tanıyıram. İdman ictimaiyyəti tanıyır, amma cəmiyyət tanımır. Deməli, səhv PR strategiyası apardılar. Bu PR strategiyanı da aparmaq üçün bu bədbəxti pul da olmalıdır da. Biraz da ağlı olmalıdır. Biraz da ağlı olmalıdır. İdmançı belə deyək də, hər tərəfli olmalıdır da. İdmançı daha çox köklənir öz belə deyək məşqinə. Onun da yanında daim bir adam olmalıdır ki, meneceri. Onu idarə edir. Yəni o bizdə o menecer problemi var bizdə. 100%. Razılaşdıq. Təşəkkür edirəm sizə. Tamam, minnətdaram. Bu maraqlı fikirlərə görə biz hər zaman sizin yanınızdayıq, dəstəyə. Şəxsən mən öz adımdan danışıram, CBC kollektiv adından danışıram. Yəni biz sizin yanınızdayıq. Ona görə də maksimum dərəcədə dövlət üçün, dövlətçilik üçün çalışın. Biz də o xətti tuturuq. Daim da sizin yanınızdayıq, bir daha qeyd edirəm və səhər saatı bununla da yekunlaşır. Çox təşəkkür edirəm sizə. Mən bir daha təşəkkür edirəm. Mən buradan istər CBC kanalı olsun, CBC Sport olsun və digər bizim radiosu olsun və digər kanallar, saytlar, şəxsim adına, rəhbəri olduğum təşkilatlar adına hər zaman təşəkkür edirəm. Hər zaman heç vaxt bunu unutmuram, unutmayacağam da. Çünki siz media nümayəndələrinin belə deyək, biz idman ictimaiyyətinin, idmanın inkişafında böyük rolu var və bu danılmazdır. Bunu unutmaq olmaz. Bir daha təşəkkür edirəm bizə verdiyiniz dəstəyə görə. Biz bunu unutmuruq. Nəinki mən, yəni bizim idmançılarımız və heç vaxt da unutmarıq. Bir daha təşəkkür edirəm və qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə də keçirilən yarışımızı sizə dəvət edirəm və buradan da Silahlı Qüvvələr Günü münasibətilə indidən Azərbaycan xalqını təbrik edirəm. Bizim belə deyək, şanlı ordumuz, güclü ordumuz var. Hər zaman bizim keşiyimizdədirlər. Silahlı Qüvvələr Gününün belə hər bir mənsubunu mən ürəkdən təbrik edirəm. Allah güc qüvvət versin, müstəqilliyimiz daim olsun, güclü olsun, əbədi olsun. İdmanımız da ki inkişaf edir, daha yüksək templə də inkişaf eləməyi arzulayıram. 100%. Çox təşəkkür edirəm və səhər saatında bununla da yekunlaşır. Sağ olun, salamat qalın.